Salam əziz tamaşaçılar, xoş gördük sizi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Azad Azərbaycan Teleradio və Yayım şirkəti bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Şən Gənc ikinci mövsümə çox möhtəşəm qayıdıb, çox şən qayıdıb, ən azından münsiflər və özüm üçün bunu deyərəm ki, bu mövsüm biraz məşqli qayıtmışıq. Xahiş edirəm gənclərdən də bizdən nümunə götürün, videolarınız şən olsun. Biz gəncliyi burada təmsil edərik, şənliyi siz təmsil edin, yoxsa əksinə gəncliyi siz təmsil edin, şənliyi biz təmsil edərik deyirik. Bu axşam əziz tamaşaçılar, C qrupundan olan iştirakçıların videolarını izləyəcəksiniz. Mövzumuz uşaq evin güzgüsüdürdü. Amma indi Şən Gəncin güzgülərini, Şən Gəncin əsas simalarını, Şən Gəncin şənlərini, gənclərini sizə təqdim edim. O, Şən Gəncin ən gənc simasıdır. Çünki o, xalqımızın sənətkarıdır. Uşaqdan böyüyə hər kəsin sevgisini qazanan bir sənətkardır. Niyə gənc deyirəm, ən gənci deyirəm? Çünki o güləndə uşaqlaşır. O bir zarafat edəndə hər kəsin ürəyinə yayılır. O sizi öz gülüşləri ilə gənc saxlayır. Məni çox sevən, dəyərli münsifimiz, Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşir qızı aramızdadır. Məni çox sevəni özüm ora əlavə eləyirəm ki, zamanla çox dedikcə bəlkəm gerçəkləşər deyə hər dəfə deyirəm, deməkdən də yorulmuram. Bir dəyərli münsifimiz var ki, məni çox sevmir, biraz sevir, amma neytraldır. Məni nə qədər sevib-sevməməsi önəmli deyil heç kimə, onun üçün onun özünə də önəmli deyil, çünki onu Azərbaycan tamaşaçısı çox sevir. O, bu şəhərdənin döyünən ürəyidir. O, bu şəhərdənin görən gözüdür. O, Şən Gəncin ən centilmen münsifidir. O, Şən Gəncin ən iti danışan münsifidir. Respublikamızın əməkdar artisti Coşqun Rəhimov buradadır. Amma o məni çox istəyir. Nə olsa da, neynəsələr də o mənə olan sevgisindən dönmür. Çox sağ olsun. Bəzən təzyiqlərə məruz qalır buna görə. Sizdən danışmıram. Söhbəti də əvvəlin gətirir. Respublikamızın əməkdar artisti, Şən Gəncin ən şən münsifi. Buna əminliklə deyirəm, çünki orada etdiyi aktivitələrdən bu bəllidir ki, o çox şəndir. Azərbaycan Respublikasının əməkdar artisti Rafael İskəndərov buradadır. Xoş gəlmişsən, Arafa, xoş gəlmişsən, Arafa. Və hər zaman olduğu kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəyərli bir nümayəndəsi var aramızda. Yaşı çox gənc olsa da 4 qat dünya mükafatçısı, Avropa mükafatçısı, idman ustası, kəmər güləşi üzrə idman ustası Hüseynov Ayriz aramızdadır. Xoş gəlmişsiniz. Həmişə idman xəbərlərinə baxanda deyirəm, ay Allah, görəsən Araz udub, Araz udub, Araz udub. Araz, Ayriz. Hə? Aris. Hə də? Həmişə baxıram ki, Hafiz udub, Hafiz udub. Aris. Səhv tutmaq sənə qalır. Niyə özünü gözdən salırsan? Mən onsuz da... Niyə gözdən salmaz? Sən səhv tutursan. Mənim səhvim vardı, nə oldu? Sən bilmirsən. Yox, mən onsuz da... Və Şən Gənc verilişinin aparıcısı, gözəllər gözəli Aysel xanım. Alqışlayın. Gözəli, yox bizdə. Ayriz, necəsiz? Sağ olun, yaxşı olasınız. Neçə yaşınız var? 22.
22 yaşınız var. Neçə ildir bu sahədə siz? 10 ildən çoxdur. 22 ildir 10 ildən 12 yaşınızdan. 22 yaşı var. Maşallah bu oyunlardan çıxır. Gör indi bu böyüyəndə adamın tükləri biz yəni onu eşit. Adam biləndə ki, bu uşaq böyüyəndə kim olacaq? Kim olacaq? Amma ki, bu 22 yaşlı var. Mən necə bu sual verim ki, evlisiniz? Yəqin ki, evli deyil. Yaxşı, sualımı dəyişirim. Neçə yaşında evlənməyi düşünürsünüz? 25'e yakın. 20. Az qalıb ki onda. Var namizəd. Fuat da elə. Namizəd var. Yaşı bəllidirsə artıq. 25. İnşallah yakın illerde qismət olar. İnşallah. Neyinirsən? Neyin oxuyacaqsan toyunda? Apararam da toylarını. Aparıcısı olardı. Hə, tamada. Hə, Onu Yaz oğlum, yaz Onu tamada. danışarıq. o danışar Rafael mənim, zəhmət olmasa. Çünki davam edəyək. Ay, davam eləyək. Ayris, idman sahəsindədir namizədiniz. O da güləş. O da güləş üzrədir. Görək kim qalib gələcək. Yaxşı olar inşallah. Başlayaq. Nə Hə, çoxdan deyirsiniz? çox, hələ gecikir. Onda bir ürəkdən alqışlayın görüm. Enerjiniz yerindədirmi? Hardan gələnlər var? Plakatlarınızı qaldırın görüm hardan gəlmisiniz. Göyçay var, Şirvan var, Qobustan. Göyçay deyəsən 2-dən çox gəliblər Göyçaydan. Qaldır da biraz yuxarıda. Əziyyət çəkib plakat Gördüm o da Göyçaydı, Sizin bəli. plakatınız yoxdur. Hə, ola bilir sənin ardandılar. Keçən mövsümdə ən birinci bizi tərk eləyənlər. Füzuli. Görsən sırası. Füzuli Gənclər Evi. Onu unutmuram. Bu şəhərdə Təqdim edir. Saz yeni solo konserti. Mayın 10'u ve 11'i sizi Heydər Əliyev Sarayına, bu şəhərdənin yeni Saz adlı Solo konsertinə dəvət edirik. biletləri onlayn şəkildə Aytiket Az saytından əldə eləyə bilərsiniz. Çəkimdən xəbərin varmı? Çəkimdən xəbərin varmı? Saz havası gəzir bal dodağında, dəniz meşə üstü qarlı dağların. Nə gözəldir adı Azərbaycanın, nə gözəldir gözü Azərbaycanın, nə gözəldir sözü Azərbaycanın. Bəli, əgər hazırsınızsa, möhtəşəm, şən, gülüş dolu verilişimizə maraqsız sujetlərlə başlayaq. Təki doğrudan gülüş dolu olsun. Görək bizi şoka salacaq. Deməli, nə edəcəyik bugün? Yaradıcı heyətimiz gördülər ki, mən bugün boğazımda biraz problem var. Dedilər ki, aparıcımızın səsi batmasın, təqdimatları o eləməsin. Təqdimatları dəyərli münsiflər heyətimiz edəcək. Hansı komandanın videosunu izləyəcəyik. Bax, bu təqdimatı. Sən gəl belə bir şey eləyək. Sən gəl otur burada, biz bir-bir aparaq. Mən münsif heyətində oturacaq qədər özümü Biz görürük, yox, sən... görmürdünüz. Keçən veriş gördüm, ümumiyyətlə məni görmürsünüz. Sağ ol ki, sən yerini bilirsən. Halal olsun. Əhsən. Deməli, nə edəcəksiniz? Bilsəydik səndən sonra. Adını çəkmədən Bu yana. De görüm. göstərməyin də zəhmət olmasa heç kimə. Hansı komandaların adı sizdə var? Önünə bizə saldılar bizi. Mənə bəsdir. Deməli, şəhərlərin adını çəkmədən söhbət hardan gedir, onu izah etməlisiniz. Zəhmət olmasa bir-birinizə göstərməyin sizdə hansı şəhərlərin adları var, hansı gənclərin evinin adı var. Özümüz baxa bilərik. Coşqun müəllim başlayır. Bəli, Coşqun müəllim birini çıxardırsınız, onun adını çəkmədən haqqında nəsə danışırsınız, özünüz bilərsiniz, sizin aktyorluğunuza buraxırıq bunu və anlamalıdır münsiflər heyəti ki, hansı komandadan söhbət gedir və biz onun videosunu izləyəcəyik. Yavaş-yavaş bu verilişi bizimki eləyəcəksiniz. Onlar bizə qiymət verəcəklər deyəsən. Onlar Az qalıb, hiss sizə eləyirəm. haqq dəyərləndirə bilər. Sizə gənclərimiz sevərək izləyə bilər ancaq. Coşqun müəllim, zəhmət olmasa mən də baxmadım kimə, haranı təqdim etdim. Sizlə başlayaq, birinci olaraq. Bu komanda, nə yaxşı ki, ümumiyyətlə bu şəhərdən olan komanda çox qəhrəmanlıqlar göstərib və Məncə indi hamı hal-hazırda bəlli o bir oldu artıq. azad bir şəhərdir və orada çox gözəl inkişaf gedir və Olar mən deyim, olar. inşallah Olar mən deyim. oranın sakinləri öz torpaqlarına qayıdacaqlar Hətta və qayıdıblar da nəinki orada şən gənclər, hətta orada yeri gəlsə gözəl
Teatrlarda açılacaq. Oranın köhnə adı Kinoteatrlarda Kərki ilə açılacaq. başlayıb. Hansı gənclər evindən gedir? Füzuli gənclər evindən gedir. Gəlin görək. Ne yaxşı başa saldın. Gəlin görək Füzuli Gənclər Evi uşaq evin güzgüsüdür mövzusunda necə bir video hazırlayıb. Ayşe, aralaşın. Geç oturun yerinize. Sen, bəsdir, evinizdə aldınız, tərbiyəni burada göstərməyin. Gör mən kimə deyirəm, bunların heç birisinin vecinə deyil. Elgis, telefonu qoy yerə. Şahane, güzgüylə az oyna. Qoyun hamısını yerə. Kitablarınızı açın. Səhifə 131. Şahane. Elməddin. Elgiz. Sirat, telefonu qoy yerə. Ayxan. Sən dedi mən götürmüşsün Ayxan. Haradaydın? Bəhanələriniz də hazır deyil. Geç otur. Geç, tez ol. Tez geç. Ayxan, elmədim. Sakit olun. Deyirlər uşaq evin güzgüsüdür. Amma güzgüsü belə olan ev özü nə halda da Allah bilir. Vaxtında müəllimin sözünə qulaq assaydım, indi belə olmazdı. Müəllim nə demişdi ki? Qulaq asmışam ki... Başa. Xatirimizə dəyməsin, it sizdən yaxşı oynadı. Siz itin günündə oynadınız. Gözündeki mənanı gördün sen. Gördün necə axırda baxdı ki... Bunlar neyinirlər? Bunlara baxayım. Bunlar neyinirlər? Kaos çox idi. Yəni komanda biraz belə böyük danışmaq olmasın. Yəni hələ onlara var o sözün düzü qavramaq. Quruluş yox idi. Yəni nə istədiklərini də bilmirlər. Sadəcə olaraq verilən tapşırığın adını axıra çatdırmaq üçün nə bilim, tələskənlik də var idi, oyun da yox idi. Mən bu qədəsi təriflədim. Axırıncı səhnə artıq idi amma. Onda məna başqa yerə gedib çıxıraq. İt artıq idi Yox, yoxsa? yox. İtə qədər. Böyük sözünə qulaq asmayan. O daş daşımaq səhnəsi zadı, yəni ki, biraz məntiqlə düz gəlmir. Hər bir peşə dəyərlidir, lazımlıdır. Yox, peşədə işimiz yoxdur. Hədə mən də ona görə deyirəm ki, o daş daşımaq axırda ona gəldi, çıxdı. Yəni uşaq evin güzgüsüdür, aidiyyatı yox idi sondakı səhnənin. Yox, Burada da özləri. Oradadılar, bayaq sevinclə alqışlayıb. hazırlayıblar. Siz neçə dəfə çəkmişsiniz bu? Züjet bəyənilməyib, bir-birini göstərirlər. Neçə dəfə çəkmişsiniz? Mikrofon yox, Kadrlarını neçə dəfə mikrofon çəkmişsiniz? gətirək. Necə də özünüzün xoşuna gəldi? Əladır da, Hollywood səviyyəsində Oscar qalıb bir dənə verməyə. Afaq xanım, mənə mi qəzəblisiz, sujetə mi qəzəblisiz? Qəzəbli deyiləm. Bu uşaqlar yəni teatrdan xəbərdar uşaqlardılar. Ümumilikdə mən nəyə sevinirəm baxanda? Keçən verilişdə o Sabirabad Bəli, tərk etdi bizim yarışmamızı. Sabirabadın təqdimatında da başqa bəzi deməli uşaqların gənclər evinin təqdimatında da ibrətamiizliyə daha çox yer veriblər. Yəni oxumasan, sənət qazanmasan, sənətkar olmasan, biliyin olmasa, dünya görüşün olmasa, bütün bunlara uşaqların yönəlməsi çox yaxşıdır. Aris. Mütəxəssislərin dediyi kimi çox da gülməli deyildi. Orada bir dənə güldüyüm, axırda itin baxışlar oldu, başqa üçün. Aris, dəcəl uşaq olmusunuz? Çox da yox. Biraz.
Yəni sizin gözünüzdə biraz, valideyninizin gözündə biraz. Hər ikimizin. Nə əcəb, adətən dəcəl uşaqlar idmana Dəcəl yönləndirirlər. deməzlər, Rafael müəllim bilər, Rafael müəllim dəcəl uşaqlar idmana yönləndirirlər, yoxsa? Yox, mütləq deyil. Dəcəl uşaq var ki, heç idmana qoyurlar, getməyi də istəmir. Sakit uşaq var ki, qoyurlar idmana, orada nəticələr verir. Yəni ondan deyil. Bəs Ariz, qulağınız neçə yaşınızda sınıb? Yoxsa özünüz sındırmısınız? Bax, o dəcəllikdən olub, evdə qulağını çəkiblər sınıb. Uşaq vaxtısında bir 10 il İdmanda olar. sınıb da, yəqin. Bəli, idmanda yarışdı. Var ətrafınızda, mən onu da bu yarışmada öyrəndim. Ki, yalandan sındırırlar o görüntü. Bəli, Bu çox qulaq 10 manata, bu qulaq 16 manata. Niyə o 6 manat bahadır? Çünki bu maşını maşından görsənir də, sürəndə belə. Ha, onu 16 manatlıq edirlər, bunu 10 manat. Mən şəxsən görmüşəm. Doğrudan o qiymətədir. Yox, onu zarafat nə yazılan, amma mən şəxsən görmüşəm, bilə-bilə sındıran. Neçə yeriniz sınıb indiyə kimi? İndiyə kimi sınığım çox olmayıb, çıxıqlar olub. Sınma bir dənə qabırğam olub, bir də qulaqlarım. Bəlkə döyüşdə sınmayasan. Qabırğa sınıb, qulaqlar sınıb. Keçəyin süjetə. Keç ikinciyə. Diləyinizdə sözləriniz Kim qutarsın. deyəcəksin? O başdan başlamış orada. Afaq xanım deyəcək. Afaq xanım, indi növbəti gənclər evi əlinizdəki kağızlardan birisinin zəhmət olmasa adını Birini ancaq demək olar. bir-bir gedirik də elə bil ki, təqdim edirsiniz, süjetinə baxırıq. İzah edin görək, söhbət hansı gənclər evindən gedir? Hə. O, oradakı şəhər haqqında da nəsə bir gülməli, maraqlı, nəsə bir faktlar deyə bilər. Azərbaycanın ən gözəl güşəsi sayılır. Ən gözəl istirahət zonası sayılır, gözəl güşəsi sayılır. Yaşıllığı, qeyri-adiliyi və bir şey də var, desəm artıq bilinəcək haradır. Və eyni zamanda da insanları çox xoş xasiyyətdilər, həddindən ziyadə, çox belə deyim sizə ki, qonaqpərvərdilər, insana qarşı çox həddindən ziyadə diqqətlidirlər və uşaqlar da istər keçən mövsümdə, istər də ki, bu mövsümdə indi görəcəyik inşallah, çox aktiv idilər, yəni çalışırdılar. Siz tapdınız yəqin ki, düzdür, dəyərli münsifə. Onda uşaqlardan soruşaq, sizcə söhbət hansı gənclər evindən gedir? Göl. Afaq xanım, siz açıqlamasını verin zəhmət olmasa, çünki Göl. Gənclər evi. Göyçay. Göldür bala. Yoram qoy. Göygöldə. Göyçayda üz üstəm. Göyçay. Hamı tapmışdı, amma uşaqlar bəziləri Bakı ilə səhv salmışdılar. Gözəl təqdimatdan sonra, təbii ki, təqdimatın gözəlliyi daha çox Göyçayın özünə aid idi. Gənclər evi nə edəcək, indi görəcəyik. Görək sujetləri də təqdimatları qədər gözəldirmi? Ay balam, bundan bir loxma ye də, niyə küsmüsən məndən? Heç nə istəmirəm. Cərə isti, cəhənnəm isti. Nəsir sifət eləyirsən? Əlini alnına demişdim axı bir gün telefonsuz qalasan. Nə qədər keçib üstündən? 3 dəqiqə. Dur gündəliyi gətir. Gətirmirəm. İndi atavı çağıracam. Qədir xan, gəl uşaqla məşğul ol. Mamon demirəsən get gündəliyi gətir. 9-cu sinif şagird. Neçənci? 9-da oxuyursan sən. Vaxtında uşaqla məşğul olsaydın, bilərdin uşağımız neçədə oxuyur. Gözümü döyməkdənsə, baş sal gün niyə almışam telefon əlindən? Bilirsən də səndən niyə telefon almışıq? Yalan danışan bir gün telefonsuz qalacaq, bir də zibilə atacaq. Şərtimiz bu idi səndən. Dərsdən qaçmağı bizdən gizlətdin, yalan danışdın, indi söz danışıqdan keçər, al bu zibilləri at. Niyə? Çünki sən yalancısan, şərtimizə görə də yalan danışan telefonsuz qalır və zibilləri atır. Mən indi çatdı ki, niyə həmişə zibilə atamadım? Nə dedin, hə? Onda söz verin ki, mən güdməyəsə. Narahat olma, bala. Qətiyyən. Arvad deyəsən gördü. Bax gör həqiqətən gördü, yoxsa mənə elə gəldi. Aha! Abala zibili niyə atmadın? Zibilə atan tapılar. Telefonu da qaytarın mənim. Xeyir də abala. Xeyir də ata. Söz danışıqdan keçər. Yalan danışan telefonsuz qalar, həm də ki zibilə atar. Eləmi bala? Eləmi? Bu dəqiqə vurub səni münkidə eləyəcəm. Niyə o plakatları aşağı indirirsiniz? Bayaqdan ürəklə qaldırırdınız.
Ay Göyçay Gənclər Evi. Heç bir sual vermək istəmirəm. Bana Sadəcə niyə demək belə istəyirəm ki, elədiniz? Niyə? Niyə Niyə? qəlizləşdin? Məqsədimiz nə idi axı? Sən mənə deyirsən ora bax. Nə gördük Səhv eləmirəmsə mövzu anlaşılmadı. Yəni elə başa düşdüm. Anlaşılmazdan əlavə çox qəlizləşdirdiniz. Çox belə o gəlmisiniz o mövzuya. Yaxınlaşmısınız. Biraz elə oldu. Çünki bir iki səbəb var əslində, amma məncə Səbəb nədir? Ssenari biraz uzun yazdıq, həm də biraz axırıncı günə saxladıq. Oturub, hə. Biraz Satmağa gecikdik. axırıncı günə saldınız, yoxsa Yox, oynamağa, ssenari- çəkməyi? Mən dedim Senari, orada atam senari. pol silməyinin böyük bir Mən də rolu xətamız- olacaq orada. Yox, komanda olaraq çox istedadlısınız, çox belə axtarışdasınız, çox istəyiniz var. Ötən ildən danışırsınız da. Mən də elə maraqla çözdüm Hələ ki, bu il təzə yox, başladılar axı. ümumiyyətlə həmən komandanın üzvləri var da, keçən ilkilərin üzvləri də var burada. Ən əsası da ki, qardaş, çox qəlizləşdirmişsiniz. Keçən həftə bizim baxdığımız beləsi var, bizi doğrudan da həqiqətən şoka saldı. Hələ ki, yeganə komandadır ki, mövzuya dolğun, sadə, bitmiş bir fikirlə Nə idi düzgün yanaşdı. olmayan, nə baş verdi ki, deyirsiniz? Orada uşaq çıxanda dedi ki, zibilləri atmağa gedəcəm, ancaq məni onu başa gütməyəsiniz. düşdük. Orada Nə qoy başa salsın? İstədilər atasına, anasına dedi ki, məni gütməyin. Amma Güdəndə, onlar hə, yalancı dedilər ki, çıxır da, gütməyəcək, hə. Yalancı çıxdılar da, yəni çox bəsit, çox belə. biraz elədir. Zaten biz bəlli idi, bilirdik bəyənilməyəcək, onu bilə-bilə gəlmişik. Atanın əlinə niyə Bilirdi vermiş uzağa futbol bəyənməyəcək. siləni? Belə eləyə, sonra komanda uzaqlaşandan sonra bizi günahkar bilməyin də. Sonra deməyin ki, bizə haqsızlıq elədilər, bizə... Yəni, siz bilirsiniz ki, hər verilişdə biz münsif olaraq bir komandanı uzaqlaşdırırıq. Bir şey deyə bilərəm sizlərə. Buyurun. Komandanın adından danışıram, sizə sözümüz olsun. Bundan sonraki çəkilişlərdə daha Yəni, yaxşı gün çalışacağıq. gəlməyək sizə. Ha, Bu gün bizə elədi. bəzi Bugün bizə nə işimiz Yox, olmaz. tək sizə yox, bütün Şaban, bir komandalara söz soruşum. aiddir ki. Komandada neçə nəfərsiz? var. 6-7 nəfər aktyor olaraq deyirəm. İndi 6-7 nəfər varsınız da. O videoya baxanda o 6-7 nəfərdə neçəsi gülür? deyəsən elə mən güldüm bu videonu çəkəndə. O da uşağa şillə atanda o yəni onu özüm güldüm. Bilirdik, zaten bəlli idi. Bu çəkiliş biraz bəs Biz qalmış. sizdən xahiş edirik komandalar, hamınızdan, tək Göyçaydan getmir söhbət. Getdikcə hər gün gəlib nəyisə bəhanə gətirməyə yeri yoxdur. Siz bura hazır gəlməlisiniz. Siz bura elə bir materialla gəlməlisiniz ki, biz oradan bir-iki nüansı müzakirə eləyək. Biz hansısa bir aktyorluğa, biz hələ aktyor sənətinə keçməmişik. Çox qaz vermə, bundan da qorxulu videolar olacaq. Yox, bilirəm. Yəni biz bunu nə qədər çəkəcəyik? Yəni bizə də yazığımız gəlsin də uşaqlar. 6 dənə video var. Bugün bizə dəyməyin söhbəti yalnız indiki rəylərə aiddir. Yox, Amma biz sizə verilişin söz sonunda deyə veririk. də bilir. Gələn dəfə yaxşı olacaq. Elə bir- Belə olmur, Bəli. uşaqlar. İndi Rafael müəllim izah eləyəcək. Rafael müəllim, bəlkə bir lətifə ilə izah eləyəsiniz əlinizdəki. Ha, onu bacarır da. Bir də elə. Əlimdə olan kağız, Aha. orada bir tarixi bir qoruq bir abidə var ki, Skandinaviya ölkələrinin vikingləri deyir ki, bizim kökümüz oradandır. Vəssalam, açıqladı danışıq. Dedi də. Nə deməli? Elə deməliyim ki, heç kəs bilməsin. Sən göstərməliydin onu. Oradakı o rəsmləri Yox, o daşın üstündəki rəsmlər sənə daha yaxşı yaraşır. Saç, saqqal belə. Yox da orada saç saqqal, orada elə. Var. Biraz da qəlizləşdir, Rafael müəllim. Ya arxada uşaqlar bildiniz hardan danışıram. Həvəs salam da burada nə var fala baxırıq. Heç Çox qısa oldu. Çox Qobustan Kəndlər Evinin lətifə dolu videosunu biz indi izləyəcəyik və yenidən studiyaya qayıdıb başsağlığı verəcəyik. Buyurun. Bəli, gülə-gülə qayıdacağıq inşallah. Qobustan Gənclər Evinə bir baxaq, görək. O bu qonşun qız deyil. Odur. Bu axşam da girmişdi canım. Bir dənə komment yaz ona. Yazdım da. Sən evdə qardaşın yoxdur. Bəlkə qardaşı zad çıxar baxar. Yığışdırar biraz. Bizdə belə şey olmur, yəni. Ola bizim atamız belə şey elədi bizə. Biz elə görməmişik axı. Salam dostlar. Bugün sizə Mirzə Əkbər Sabirin hamaqnaməsindən danışmaq istəyirəm. Bu kimdir? Hə, sən. Mən sənə göstərərəm mənim evdə qardaşım var ya da yoxdur. A few moments later. Bu mənim bacım Həsən deyil.
Sən mənim bacıma koment Yox, yox. Ay baba, gel görüm bura. Gel bura. Gel görüm. Tut bunu. Tut indi bacın. Görək haçan gələcək. Ana! Ana! Gel görüm. Gel. Ay ana, kardeşim böyülleri kardeşim böyül. Çekmiştim ama. Vay, kardeşim. Bütün haybola. Haybola uşaqlar, haybola. Bundan bir yerəm. Mama, ay hiç görüm. Ne oldu haybola? Belki toyağınıza kış eləyib bu. Görmürsən, bacım dərs oxuyur, ürəyin sıxılıb canını açıb komment yazır. Allah bildim. Sen üzüllü say. Ben apararam evə, özüm tənbih eləyərəm. Git evine. Apar haybola. Apar uşağı görüm. Apar evə soyuq oldu ona. Sen gördün. Sənə 100 dəfə demişəm ki, o komment hazları yazanda atom kimi o atır fake yalancı hesablar. At yazdı. Gerek dava dalaş olsun. Get. Coşqun müəllim, mən çox belə aramda söz saxlayan adam deyiləm. Kimi işarələdiniz? Afaq xanımı? Bəli. Afaq xanım, fake profiliniz var. Neyim var? Deyir ki, götür o kuruşkanı, vur mənim təpəmə, öldür məni burada, canım qutarsın da. Fake profil varındı deyir, gör kimə nə sual verir. Əslində mən kimdən qorxur ki, fake profildə atsın elə bir. Bilirsiniz də, Coşqun müəllim deyir ki, sosial mediyanı aram yoxdur, amma eşitmişik ki, fake profili var, izləyir hamını. Keçək, danışmayın. Birinci Ariz başlayacaq, Qobustan haqqı. Ariz bəy, Münasibət bildirir. Çox xoşum gəlmədi, gülmədim. nə idi xoşunuza gəlməyən? Elə o pişi video xoşuma gəlmədi. Sənə demişlər ki, bir gün nə gəlib burada gülüb gedəcəksən özünə. Elə demişlər. Əhmət yerində nə demişlər sənə? Sən Allah, nə demişlər? Demişlər çoxlu gülərsən, amma hələ gülməmişəm. Biz burada gənclərin səbrini sınıyırıq. Görə idmançılarımız nə qədər səbirlidirlər. Qobustan haqqında danışaq, danışmayaq. Qobustan oyunları pis öldü. Güclü komandaydı da, yəni komandadır. Yəni biraz belə səthi sözün, Müşfiqin sözü, səthi yanaşırlar elə bir sözün açığı. Biraz belə səthi yanaşırlar. Oradan da adam belə burada neysə bir şey istəyirdi. Mən fikirləşdim ki, bu atır zadı dəni atdı toğlara, qaçdı, çıxdı, getdi falan. Mən fikirləşdim ki, burada indi neysə qeyri-adi bir şey maraqlı olmadı Qobustan. Deyirəm, bir gün bunlara da dəyməyək. Nə oldu elə heç kimə dəymidi? Ay Rafael müəllim, o... Sənə dəyəcəyik bu günləri inşallah. O su hər gün eləyirsiniz də. Bu günlər səni təntənəli surətdə, simli kvartetlə, Duxavoyla, canım sənə desin, sən hamısına yola salacaqsın, xorla. Nə deyim Afaq xanım? İnşallah Allah bütün arzularınızı çin eləsin, bircə bundan başqa. Amin ya Rəbbəl aləmin. Amin ya Rəbbəl. İndi gəldik əsas məsələ. Ariz bəy üçün ən çətin imtahan. Qeyb dünyada 4 qat mükafat almaqla deyil. Zəhmət olmasa bizim o dəyərli münsiflərimizin qarşısında əlinizdəki o kağızdan birisini götürürsünüz. Hansı gənclər evindən söhbət gedir adını çəkmədən o şəhəri, gənclər evini təqdim edirsiniz. Təqdim elə Araz, qorxma. Çox gözəl rayonlarımızdan biridir. O rayon haqqında çox məlumatım yoxdur. Bir söz deyəcəm, yəqin ki, hamı biləcək. Əvvəlki adı Əli Bayramlı rayonu olub. Yəqin ki, hamı biləcək. Bir qanun oldu, adını çəkmişdim bir gün. Gördüm. Amma demədi ya, möhkəm oğlandı. Araz mənim ağzı bütöv balamdır. Söhbət hardan gedir? Alo. Hə, açıq qardaş. Sağ ol, sən nəsərsən? Sağ ol. Bal nə yoxdur, nə qədər istəyirsən. Təzəvvüzü dünən gətirmişik. Zaqataradan o qardaşımın orada qohumları var, onlar göndəriblər, hə. Ay, narahat olma, xalis baldır, təmiz baldır. Bizdə və pis bal olub indiyə kimi. Narahat olma. Əgər o bal arızı görürsə, Allah mənə lənət eləsin. Yaxşı, gözlə, mən sən yığacam, indi gəlib apararsan, yaxşı. Az, görürsən bal satır o burada, deyanlara, nə olub? Özdə dur, anamcıl gəlir, dur, saydamda. Görsən, yenə doluşdular.
Nəsil dövrə elə bil. 7-ci sinif biologiya kitabıdır. Nəyəm gülməli canıma bax da. Elə bir qaynana qurbağadır. Baldız ilandır. Eltimdə kərtənkələ. Yaman arxamısın ay qardaş. Gəlin sən baxmır. Başımıza çırp, yaxşıdır. Canı yanmış yaman sulanır. Görəsən boğazından kəsib buna edizdirirsən. Ay mama, indi çatmısınız, nə olur? Bir evə çatın da. O kimdir? Şağıl müəllimə istər. Mən bezmişəm. Gəl özün danış. Hə müəllimə. Bəli, buyurun. Yox, anasıdır, atasıdır. Nə? Nə qarı? Xalis bal. Onun babasında xalis bal olmayıb. Xalis ballar yazır onda. Yox, xalis bal olanmaz. Xalis balı mən satıram. Hə. Bir qohumlarımızın adını çəkib biologiya dərsi. Özümüz danışarıq, yaxşı. Bala, sən əl çəkiyorum ana bana. Sən biologiya dərsində nə danışmısan? Biologiya dərsinin bizim qohumlara nə əlaqəsi var? Anam demişdi, kərtənkələ gəlin bacı. Kərtənkələ? İlan mı bilir? İlan? Qurbağa bilmir. Qurbağa? Ay bala, ay ne oldu? Bu neydi? Ona göre uşağın yanında çok şey danışmazsın. Biraz da olsa, bir damcı da olsa, mənim belə üzüm güldü. güldü, biraz da olsa. Ona sevinirlər. Hə, buyurun, Onlar ona rəylərinizi... baxmırdılar ki, onlar bizə baxırdılar artıq. Ki görək reaksiyamız nədir bizim? O da... Afaq xanım, bəyəndiniz. Bir dənə orada uşaqlar biologiya, zoologiya olar da, biologiya. Zoologiya. Heyvanlardan zoologiyadır, biologiya deyil. İndi olmur, Afaq xanım, o bizim vaxtımızdaydı, indi olmur artıq. İndi ancaq biologiyadır. İnsan dərsi idi bizim vaxtımızda. Hər. İndi Coşqun mənim, zəhmət olmasa, alqışlarına peşman elində olar. Yo, biz burada oturmamışıq kimlərsə peşman eləyək. Əksinə, yəni bu baxdıqlarımız normal idi. Gənclər evindən Şirvan hələ ki öndədir. Reaksiyalar gözəl idi, oyun gözəl idi. Yəni həm baldızın, həm gəlinin, həm qaynananın, həm ərin. Üzümüz bir balaca güldü də heç olmaz. Demək ki, çox tərifləyərək təqdim eləmək lazım deyilmiş. Ayriz kimi birbaşa adının əvəzləyicisini deyin, təqdimata keçin. Ayrizin əli düşdü, biraz güldü. Necə idi, bəyəndiniz? Füzulinin Göyçayın videoları nisbətən gülməli idi. Üzümüzdə gülüş yaratdı, pis deyil. Bəli, gəlin bir damcı gülmüşkən gülüşümüzü soldurmaya. Şirvan Gənclər Evindən gələn qonağımız var. Musiqili bir qonağımız var. Ötən mövsümdə gəlmişdi, qonağımız olmuşdu. Gəlsin görək bu dəfə nə eləyəcək. Ay məni məndən alıb gedən Dərdlərim dərdə salıb gedən Ləzzəti çörəyimdə Ağrısı kürəyimdə Həsrəti ürəyimdə qalıb gedən Ləzzəti çörəyimdə Ağrısı kürəyimdə Həsrəti ürəyimdə qalıb gedər Gecə çatdı səhərə Daylayıb dedim şəhərə Aşılmadı bir kərə Pəncərəm Pəncərəm, 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 pəncərəm
düşər həmin pəncərə. Bir ömür yaşayardıq, bir gündə qovuşardıq, bir anda qayıdardıq o günlərə. Bir ömür yaşayardıq, bir gündə qovuşardıq, bir anda qayıdardıq o günlərə. Gecə çatdı səhərə, lay lay dedim şəhərə. Açılmadı bir kərə pəncərən, 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 pəncərən. Bu indi sizin hazırladığınız idi. İndi bir dənə də bizim üçün bir şey ifadə. Şən, oynaq. Günlerin bir gününde esti külək ömrümdə, gözəl keçən günləri alt üst eylədi. Yarpağa döndürək, apardı onu külə, o incə baxışları mən gördüm niyə? Qara gözlər ürəyimi üzər, qara gözlər məni izlər, qara gözlər könlümü yandırar, qara gözlər, qara gözlər, qara gözlər ürəyimi üzər, qara gözlər məni izlər, qara gözlər könlümü yandırar, qara gözlər, qara gözlər. Bilmirəm bu nə işdir, üzündən örpək düşdü, gözümə şimşək düşdü, alışdı yenə. Halımdan xəbər göylər, qəlbimdə qaldı gözlər, dilimdə qalan sözlər, dilləndi nəğmə. Qara gözlər ürəyimi üzər, qara gözlər məni izlər, qara gözlər könlümü yandırar, qara gözlər, qara gözlər, qara gözlər ürəyimi üzər, qara gözlər məni izlər, qara gözlər könlümü yandırar, qara gözlər, qara gözlər, qara gözlər ürəyimi üzər, qara gözlər məni izlər, qara gözlər könlümü yandırar, qara gözlər, qara gözlər. Məclislərimiz nə darıxdırıcı keçiyorlar. Hə? Keçən il daha aktiv idi. Bəli, bəli, mənə indi bir məlumat verdilər. Dedilər ki, Rafael İskəndarov gitarada çox gözəl. Bəli. Neçə yaşındaydın? Necə? Bəli, Rafael. Mən bilirəm, sən gitar anlayacaq. Sağ ol. Neçə yaşın var? Rafael müəllim, bunu da bacarırsınız. 17. Bəli, bəli. Qoyun bir görüm uşaq nədir? 17. 17 yaşı var. 17. Keçən ildən bura heç artmayıb. Aktiv, yox, keçən il aktiv idi, repertuar qeyri. Qızım, bilirsən nədədir? Qız və gitara, onsuz da qeyri-adili idi. Amma gözəl bir mahnılara, tanınmış mahnılara, heç laf, bilirəm ki, sən gözəl olmasa oxumazsan o mahnını. O, belə şeyləri eləməklə lazım deyil, sənə yaratmış. Mən keçən dəfə gələndə... Sən olmazsa, əvvəla bu iki dənə mahnının heç biri sənin tonalistinə uyğun deyil. Çünki mən Çünki oxuyursan B-dən, ona görə də... Keçən il... Bu il sənlə də işimiz yoxdur. Keçən il... Sənə də dəymirik bu il. Keçən il mən lirik mahnı ilə gəlmişdim. Nə ilə?
lirik mahnı ilə gəlmişdim. Onu oxumuşdum. Mən elə tərz mahnılar daha rahat oxuyuram, nəinki hərəkətli mahnılar. Keçən nə oxumuşdun? Flora Kərimovadan oxumuşdum mən keçən. Biri tapar, qapar. Məsələn o Oxumuşdum. Elə lirik mahnılar daha rahat oxuduğumdan mən diləşən mahnı gətirdim. Amma bu da çox şən deyil, amma çox sağ ol. Çox sağ olun. Zəhmət olmasa gitaranı orada bir dənə Rafael müəllimə bir dənə verin, zəhmət olmasa. Orada əlimə keçən kimi bax bir səfər. Zarafatı. Rafael! zəhmət olmasa. Sən gitarada tək restoranın solisti 7 gemi alır. Gördün? Qəşəngdir qızım, gitar onun qədrini bil. Sağ ol. Təvəzzükarlıq eləyir. Yox, o bacardı, belə ifa etdi. Coşqun müəllim, o adlardan biri qalıb, bax. O, Azərbaycanın gözüdür. O, bütün mötəbər hadisələr orada baş verir. Bütün gözəl günlər orada baş verir. Yəni, hər yerdə baş verir, amma əsas o şəhərdə baş verir. Aha. Yəqin Suraxanlı. Yəni, hamı ora axın eləmək istəyir, ora gəlmək istəyir. Yox, Suraxanlı deyil. Yox, mən deyirəm Suraxanlıdır, bax, 100 sor. Mən deyirəm Balaxanıdır. Balaxanı yoxdur axı orada. Yəni, mən elə qəriz başa saldım bir şey. Yox, heç Suraxanıdır. Bu gənclərin beyni başqa cür işdir. Bakı necə anlaya bilərlər? Yaxşı işləyir. Orada bu şəhərdən konsert olub? Həri, Suraxanıda olub, hə. Yox, sizin təqdim etdiyinizdə. Suraxanıda olub. Sizin təqdim etdiyinizdə. Hə də, Suraxanıda olub. Konsertiniz olub. Olub, Suraxanıda olub. Mən siz Rafael müəllimin dediyini demirəm. Sizin əlinizdəki kağızdakı yerdə. Konsertiniz olub. Həri. Ondan başqa yerdə olub ki, ancaq orada olub da. İndi zəhmət olmasa Suraxanı deyənlər alqışlasın. Bakı deyənlər alqışlasın. Bu gənclər hara gedir? Bu gənclər hansı beyindən düşür? Şala, bir dənə Suraxanını alqışlayın. Suraxandan gəlir söhbə. Siz necə Suraxandan danışır, düzdür? Gəlin Bakı videosuna baxaq da. Coşqun müəllimin xatirinə. Xatirinə əziz olsun, bəli. Xatiri sözü yerə düşməsin deyə. Ne oldu? Niye sarısın? Riyaziyyat müəllimi məktəbi çağırır. Niye? Niye mi sen? Lövhəyə çağırdı, cavab verəmədim. Bir də axtaran şəhəri danışdım. Evet, danışırdım işte. Ne olur bana ya? Ədəbiyyat müəlliminin məktəbi çağırır. Ne oldu ya? Niye çağırdın? Soğuqluq eydi, dərsdə özüm pis apardım ona görə. Gedərəm işte. Bu şimdi kim oxşadı bu? Ne oldu mu? Kim oxşayacaq? Sən verdiyin tərbiyyət də. Kaçsın Nazar. Yine uduzsun ya. Ne oldu baba, ne oldu? Ata, sən də məktəbə gedəsi olma. Qovurlar mən məktəbə. Niye? Mən çağırıb direktor otağına, oturub orada riyaziyyat müəllimi, ədəbiyyat müəllimi də tarix müəllimi. Değil. Tarih müəllimi orada ne? Öz. Mən dedim, onun cəbdə mən qovurlar. Amma bunun şeylə heç bir adiyyatı yoxdur ya. Anekdotdur bu. Bu lətifədir. Deyir, ata soruşdu, müəllimin orada nə itirazı, o tarix müəllimi. Uşaq deyir, elə mən də elə dedim də, icrasda. Ona görə qovdular. Ki, sən burada nə itin lazım, ona görə uşaq Bakı buradadır. Lətifə istəyirdiniz, Rafael müəllim, bu da lətifə. Deyirsiniz, nə deyirsiniz? Bir tapmacaya baxaq. Baxın da. Biz baxaq. Ayriz bəy,
Deməli, şəkil təqdim olunacaq. Orada emojilər və simvolik bir işarələrlə nədən söhbət getdiyini anlamalısınız. Su axar, çuxurun tapar. Rafael müəllimə axarı necə tapdınız? Çuxur burada kimdir? Rafael axar burada. Çuxur kvadratdır. Və siz tapansınız? Yox, tapılan odur. Axırda su axır. Baxın, su. Suyun lal axanı adamın yerə baxan. Siz lalsınız, o yerə baxandır. Kaş sən lal olaydın ki, bizi bu günə qoymayaydın burada. Orada dağ da var, yolka da var. Su olaraq. Hə. Şəlalə olaraq düşünməyək də. Bəli. Su olaraq düşünməyək. Südabə. Rafael müəllim. Mələk. Rafael İskəndərovu aktyor, su başqa aktyor. nə olaraq dəyərləndirmək olar? Su. Bu birisi yol işarəsidir. Nə işarəsidir? Baş yol işarəsidir. O işarə olanda yol sənindir deməkdir. Ha, su balacanın yol böyüyü. Bəli, bəli. Şən gəncin şən buraxılışı davam etsin. Şən sona yet. Gənclərimizlə. Afaq xanım, əlinizdəki sonuncu gənclər evini, sizdəki. Hə, mənim bu bu rayona çox həddindən ziyadə böyük hörmətim var. Həmişə qayğıkeş, vətənpərvər olublar. Ön cəbhə olublar, ön cəbhə. Göranboy deyənlər alqışlasın. Göranboy, gənclər evindən gedir. Ey, ay bəniz. Hüseynə bax. Tək qoydum, getdin məni. Değişdirib Bəsdirin. Ay Selviyə. Görsən nə tək qalmışam, ay. Hüseyin, babanı çağır gəlsin yeməyə. Sən nə gəldin, ha? İşim tez qutardı. İşim tez qutardı. Qarqasından ötürü. Həyatım, niyə belə tez? Bu gün işlərim az oldu, mən də qaçdım. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Azad Azərbaycan Teleradyo Yayım Şirkəti və bu şəhərdə Production Şən Gənc layihəsini təqdim edir. Yılbasan da imkan verdi, Baba, sən həmişə deyirsən, uşaq evin güzgüsüdür. İndi bu kimin güzgüsüdür? Çox gülmə. Bilmək istəyirsən? O deyil. Nə olub? Gözəllikdən danışıq, söhbət səndən getmir əzizim. Bəs bibi? Bibinin güzgüsü çoxdan çal. Səninki də o deyil. Mahnı kim dayandırdı? Ən sevdiyim mahnıydı. Vay sənin, yenə baş beynimiz gedərik. Ata, sən də bir imkan ver də. Gördün? Vay, dedin bunun adı nə idi? Baba, mahnının özünə deyil də, Sarıqar bibidir. Deyəsən, sənin də xoşuna gəldi. Ay, sən başın xarabdır. Mənim Aybənizim var. Səsini deyirdi mi? Səni mən deyim. Səssizlik, sakitlik. Səssizlik güldürdü ya adamı. Uşaqlar buradadır. Niyə güldünüz Rafael müəllim? Uşaqlar Göranboy buradadır. buradadır. Rafael müəllim, Göranboy siz Allah buradadır. niyə gülürsünüz? Hə, bir işlərin biliblər, gəlməyiblər. Vallahi o babanı oynayan bəzi professional aktyorlardan yaxşı oynayırdı. Hər şey var idi, amma niyə belə mənasız bir... Biraz belə nə işə? Apardılar bizi, sona kimi apardılar, amma axırda... Qapını üzümüzə bağladılar. Görək, axırda Sənubər bibi ilə babanın axırı nə olacaq? Bunlara da dəymirik. Bunlara da dəymirik. Materialları çox zəif idi. Material zəif idi. Material zəif idi, ona görə də, hə. Yəni, obraz tapılmışdı, oyunları var idi. Yaxşı idi. Biz elə çalışdıq. Axıra kimi baxdıq, amma sonluq yox idi. Yəni, mövzə uyğun deyildi. Bəlkə də, yəni biz belə komandalara, əziz gənclər, dəymirik və şans veririk. Belə komandaya şans veririk. Görürsünüz, o nə qədər onlar əziyyət çəkiblər, istər qrim tərəfindən olsun, obraz tərəfindən olsun, məkan, işıq. Yəni, uşaqlar nəsə
eləmək istəyiblər, amma senariydə zəiflik, anlaşılmazlıq olduğunu. Yəni, burada bir məqam var da, bir məqam zəifdir, çox zəifdir. Amma oyunları var idi. Süjeti ver. O, indi Rafael müəllim deyəcək ki... Rafael, deyir. Fala baxmayaq. Onsuz da iki komanda qalıb, o da bilir hansıdır. Onlar bilmir axı. İndi deyəcəm, biləcəklər. Görürəm, qıryatda adam oxşayırsan, nə pişirim səndən ötəri. Baş ol, vəssan, gördün, sənətkarın sözündə deyir, nədir? Nəzik yarpaqlı, üstü cızdaqlı, yanı, nə? Qurut. Yanı qurutdu. Başım bağlı səndən ötürü. Ötəri, qazaqlar ötəri. Sözdü, sazlı. Qazaq. Qazaxımız gəlir. Həyatım, bax gör bu nə qəşəng şəkildir. Həyatım, yorulmadın ki şəkillərimi çəkməkdən. Ay yox, qadın alım, nə yorulmaq, 333 dənə şəkil çəkmişəm, nə mənədir ki? Qadın alıram, onu gidiyor orada da şəkil çək. Dur gedək çək. Ay bacanam, uşaqlar ayıca sürəni düzəldək, sonra yenə gedəsə çəkdirərsiniz. Nə deyirsən, hayır? Yaxşı, düzəldək. Mama, ay mama. Hayatım, bala, nə olur? Ay mama, oradan salfetka ver daha. Abacı, sən canım, kutuqamın içində salfetka var, olma. Mama, əlini salma, yox salma. Boy niyə bala? Çünki sən həmişə mənə deyirsən ki, bala xanım xalanın cibində siçanlar oynayır. Birdən əlini çişləyir. A few moments later. Bəs verin, nana, bəs verin. Uşağın sözünə niyə bir-birinizi dedirsiniz? Ha qızım, sən salfetkanı nesən? Sana verəcəkdim, xan kişəmi? Manya qızım. Çünki atam deyir ki, mən nə vaxt maşınından danışıram, onda xan kişinin ağzından suyu axır. Mən də dedim salfetkanı sizə verim, ağzınızda suyu manqalı söndürməsin. Allah haqqım elə işə deməmişim. İndi şu vaxtdan da deyirəm sözdür, mən nəyə qaç? Mama, bəs sən deyirdin Yeçə xanım xalanın əli uzundur, əli uzunluq edir həmişə və əl zadı uzun döyə axı. Mama, bəs sən də deyirdin ki, bala xanım xalanın dili yaman uzundur və onun dili elə uzun döyə axı, bizimki kimidir. Sən uşağı elə deyirsən, bizə danışdın uşağı yanına götür. Mən deyirəm, başım batsan. Ne olur bak o, la bu ne şekildi? Ay mama, qaçın, qaçın. Ay, nə olub bala, niyə? Ay mama, çünki keçən dəfə atamca söhbət edəndə demişdi ki, bu Fransız da nə bombarbatdır, patlayacaq buralar, qaçın, qaçın. Nə? Allah sizi bunları bir gün çıxardırıq. Qazaq bugünləri geçsin, niyə bunlar gülməli oldu? Niyə seçilməlidirlər bu birisi komanda? Bəli, heç belə. Bu yetkiliyle Qazaq bugünləri yola salırıq gedir. Gedir, yola salıb gedir. Ha belə, bak gördünüz, uşaqların oyunu da əla. Uşaqların oyunu möhtəşəm idi amma. Səs də aydın eşidildi. Uşaqlar doğrudan çox gözəl oynadılar. Halaldır. Halaldır, Qazaq. Özləri əl çaldılar, özləri güldülər, yəni gördülər ki, doğrudan da gördülər ki, bəli də belə, nə bilim. Qazaxdan kimsə var idi, hə, burada? Yox, bir sıra oturur. Gəliblər deyə oradadılar. Baş rolun qəhrəmanı. Müşü də Qazaxlıdır. Müşü də Qazaxdandır. Afaq xanım, Coşqun müəllim, Ariz bəy, deyiləcək sözləriniz Xoşuma gəldi mənim ən çox xoşuma gələn yer Müşfiqin o zatdır, atdan yıxılan yer oldu. Onu harada baxdın? Çox gözəl idi. Onu siz görməzsiniz, onu mən gördüm. Günləri çıxardırıq. Qazaxı. Bugün Qazaxı çıxardırıq. Söz var deyir, yer aşık olanda bu şəhərdə təqdim edir, yer aşık olur. Saz. Mayın 10'u ve 11'i sizi Heydər Əliyev Sarayına bu şəhərdənin yeni Saz adlı solo konsertinə dəvət edirik. Biletləri onlayn şəkildə iTicket Az saytından əldə eləyə bilərsiniz. Gəlin, gülün, əylənin, keyfiniz saz olsun. Bax bu sintatordur. Yaxşı vəziyyətdə olanda deyirlər ki, saz kimidir. Amma saz yaxşı vəziyyətdə olanda heç vaxt demirlər ki, bu rulan kimidir, piyano kitara kimidir. Ona görə də söz həmişə yaşayacaq, saz həmişə yaşayacaq, sözün sazın vətəni Azərbaycan yaşayacaq. Qazaxdan gələn qonağımız var.
Onun ifasını da çox bəyənirik. Xaqan buradadır. Xaqan gəlsin. Gitaramız da var, bir ifa da eləsin. Kızıl gül olmayaydı, sarılıp solmayaydı. Bir ayrılık, bir ölüm, hiçbiri olmayaydı. Kızıl gül olmayaydı, sarılıp solmayaydı. Bir ayrılık, bir ölüm, hiçbiri olmayaydı. Ah bu gala, bu gala, bu gala, bu gala gala, bu gala daşlı gala, çıngıllı daşlı gala. Korkuram yar gelmeye, gözlerim yaşlı gala. Ah bu gala daşlı gala, çıngıllı daşlı gala. Korkuram yar gelmeye, gözlerim yaşlı gala. Üstümüzden keçti güle, üstümüzden keçti güle, şen zarafat şirin keley. Biz mehriban ailey, biz mehriban ailey, gelin dostlar deyek güley. Biz mehriban ailey, biz mehriban ailey, gelin dostlar deyek güley. Mehribanlık saadettir, mehribanlık saadettir, saadeti yaşadarır. Ömrün şövgü mehabbet, ömrün şövgü mehabbeti. Çok sağ olun geldiğinize göre. Çok sağ olun əhvalınızı yüksəltdiyinizə görə. Sonuncunu Ayriz bəy izah eləsin. Söhbət hansı komandadan gedir? Məncə hər kəs bilir, son bir rayonumuz qalıb. Bakı şəhərinin rayonlarından biridir. Yəqin ki, söhbət hardan gedir? Taban Mecez çox çətin olacaq. Burada Haradır? Suraxanı rayon. Suraxanı rayon. Rafael İskəndərovun ən sevdiyi rayon Suraxanı rayonundan gedir. Mən də Balaxanlı sevirəm. Siz də Balaxanlı. Gəlin baxaq görək. Mən də Kürdaxanlı. Gənclər evi. Necədir? Bizi biabır eləmək istəyirsən? Bu nə yubqadır? Necə? Olmaz. Cəmaət bizə nə deyər? Ayıbdır. Al bunu deyin. Qızım. Of. Neynirsən? Mənim maşınımda o. Ayıb olsun sənə. Neçə dəfə mən sən demərəm ki, paylaşmaq lazımdır. Taxıl. Buradakılar baxıb bu cür sənətkarı görsünlər. Telefon söndür, yeməyini ye də. Yeməyini ye. Yeməyini axıra kimi yeməsən, telefon yoxdur. Aha, aha bir də. Ayda, vur da bunu, vur da bunu, vur da bunu, vur. Neynədin sən? Necə neynədin? Sərişə getməlisən. Marş yatmağa. Aha futbol. Get yat da. Marş. uşaqlar yaxşı oynadılar. Yaxşı oynadılar, bəli. Xüsusən də o birinci və sonuncu
qız uşağı və axırda futbol. Çox gözəl. Gözəl oyun. Uşaqların prizmasından baxdılar da, yəni bu komanda. Maraqlı idi, yəni Maraqlı yanaşma fərqli ailəsində, idi. bəli. Onda belə başa düşürəm ki, Normal səs verməni izləyə bilərik. Nə deyirsiniz? Bəli, buyurun. Gəlin görək, bugün C qrupunun komandalarını izlədik, əziz tamaşaçılar. C qrupuna D qrupundakı komandalar səs verəcəklər. D qrupundakı 8 komandanın səs verməsinə əsasən bugünün toxunulmazı elan olunacaq. Daha sonra münsiflər heyətimiz kimə getsin deyəcək, onu görəcəyik. Baxaq görək, Saatlı Gənclər Evi kimi bəyənir? Biz Şirvan Gənclər Evinə qalsın deyirik. Gəncə Gənclər Evinə görə kim yaxşı idi? Hansı komandanı bəyəndin? Goranboy. Goranboy komandası. Sizi bəyəndik. Goranboy dedilər. Masallı Gənclər Evi kimi deyir? C qrupundan Goranboy komandasına tam sürətlə irəli deyirik. Balakən Gənclər Evinə görə bugün kim yaxşı idi? Suraxanı Gənclər Evi əlasız. Ucar Gənclər Evinin fikrincə o komanda qalmalıdır. Ucar Gənclər Evi olaraq Göyçay Gənclər Evini bəyəndik. Sabunçu Gənclər Evi kimə qalsın deyir? Füzuli Gənclər Evinə qalsın deyirik. Beyləqan Gənclər Evi bəs kimə qalsın deyir? D qrupundan Göyçay Gənclər Evinin qalmasına səs veririk. Yevlax Gənclər Evi. D qrupundan Goranboy Gənclər Evinə qalsın deyirik. Bəli, 3 səs çoxluğu ilə Goranboy Gənclər Evi bugün gənclər tərəfindən, D qrupundakı Gənclər Evi tərəfindən toxunulmaz elan olundular. Onda siz aranızda qərar verdinizmi? Bugün kimi yarışmadan uzaqlaşdırmaq istəyirsiniz? Gəlin o adı sizdən təhvil alım. Rafael, mən bugün bir yaradıcılıq etməmişsiniz burada. Eləmişəm, yox eləmişəm. Neynəmişsiniz? Öz üzərində eləyib. Sənin o portretin bütün respublikaya səs salıb. O qədər bəyənilib, o qədər bəyənilib. O qədər bəyənilib. Bu kimdir Rafael müəllim? Bu heç nə dağ şəkilidir beləcə. Bu su söndürəndə kişi yox şeydir belə. Bu keçən ildən qalıb. İndi də keçdi, valla keçən ildən qalıb. Get balamsan. Burada çox maraqlı bir ad yazılıb. Məncə heç onlar özləri də düşünməzdilər ki, bu yarışmaya başlayanda belə tez gedərlər. Çünki keçən il onlar yarışmanın yarısından da hətta bir müddət keçənə qədər yaxşı davam edirdilər. Deməli, dəyərli münsiflər heyətinin fikrincə, bir onu soruşum, əgər Goranboyun adını toxunulmaz etməsəydilər, yazardınızmı? Yox, yox. Bugün Çünki yazmaz. Goranboyda iş var idi. Goranboy, yenə deyirəm, çalışmışdır. Uşaqlar əziyyət çəkmiş. Sadəcə olaraq senari onlarda çox biraz zəif idi. Fikirlərini çatdıra bilmədilər. Bizim işimiz hətta oyuna baxmaqdır. Onlar belə qərara gəldi ki, bugün 8 komanda arasında ən zəifi bu komandadır. Onlar belə qərara gəldi ki, Şən Gəncin bu mərhələsində bu komanda yarışmadakı yolunu sonlandırmalıdır. Çünki çox arxayın başlayıblar, arxayınçılıq üçün çox tez idi. Hələ bu başlanğıcdır. Odur ki, təəssüflər olsun ki, bugün Şən Gənci tərk edən komanda Bakı Gənclər Evidir. Bəli, oradan bir oltu səsi gəldi. Heç kim təsəvvür etməzdi ki, Bakı Gənclər Evi yarışmanı tərk edəcək. Odur ki, dostlar, əbəs yerə demirik ki, məsuliyyətlə yanaşın. Bu dəfə belə eləyək, gələn dəfə daha yaxşısını çəkərik deyə bir şey yoxdur. Gələn dəfə olmaya bilir. Bunu da gördük Bakı Gənclər Evində. Bu axşamlıq bu qədər deyirik, verilişimiz sona yetdi. Çalışın, şən olun, gənc qalın. Hələlik.